Əziz dostlar, tamaşaçılar hamıya salamlar. 9 noyabr 2025-ci il, havanın temperaturu 26 dərəcə. Alanya'dayam və bura Alanyanın Oba məhəlləsi sayılır. Baxın, orada əsas ana yoldur. O yol vasitəsilə üzü bu tərəfə, yəni sağ tərəfə getdiyimiz zaman Alanyum Ticarət Mərkəzinə gedirik və ora çatmamış sağ tərəfdə gözəl bir əyləncə mərkəzi var. Bugün sizə oranı təqdim edəcəm. Delfin Game Center adlanır. 3 mərtəbəli böyük binadır. Baxın, ora hamısı Delfin Game Center terasasıdır. İçəridə hər şey var. İndi göstərəcəm sizə. Bu tərəfdən isə baxın, böyük Ağ caminin yanındadır. Bu məsciddir və bu tərəfdə lazer göz klinikası ilə qarşı-qarşıya yerləşir Delfin Game Center. Bu arada bir daha Zəfər Bayramı münasibəti ilə hamını təbrik edirəm. Azərbaycan xalqının həm də bayraq günüdür. Bayraq günü münasibəti ilə də bütün xalqımızı ürəkdən təbrik edirəm. Mən isə sizə gözəl Delfin Game Center-i göstərəcəm. İlk dəfədir gəlirəm bura və içəri daxil oluruq. Axşamlar çox gözəl işıqlandırma var burada. Adamın diqqətini çəkir. Delfin Game Center, bowling, oyun salonu, əyləncə mərkəzi, karaoke, kafe və kuaför var içəridə. İçəri daxil oluruq. Uşaqlar üçün, böyüklər üçün əylənməyə, vaxt keçirməyə maraqlı bir yerdir bura. Delfin bowling, belə bir velosiped, lift vasitəsilə də çıxa bilərsiniz. Mən indi nərdivanla qalxacağım birinci mərtəbəyə. İlk dəfədir gəlirik bura. Həmişə görürdük və ilk dəfə də video çəkirik burada. Və bura birinci mərtəbədir. Baxın, burada kuaför, bayan, çocuq, belə lap balaca uşaqların oynaması üçün yer var. Qapalı yer. Və çoxlu oyun aparatları, əyləncə, sonsuz əyləncə buradadır. Ticarət mərkəzlərinin üst mərtəbələrində olduğu kimi böyük bir əyləncə mərkəzidir bura. Çox səviyyəli oyun aparatları var. Burada atış poligonu yerləşir. Qəşəng bir akvaryum da qoyulub. Bowling, bilyard, böyüklər üçün isə yuxarıdadır. Birazdan çıxacaq orada. Bura isə uşaqlar üçün gözəl bir yerdir. Orada simülatorlar var. Kassa orada da, yaxınlaşıb kassadan bilet ala bilərsiniz. Burada balaca bir kafe hissəsidir. Çay, kofe, müxtəlif içkilər sifariş verərək oturub uşaqları izləyə bilərsiniz. İndi isə qalxaq ikinci mərtəbəyə. Bura daha çox böyüklər üçün nəzərdə tutulub, əziz dostlar. Baxın, bu tərəfdə 2 dənə karaoke zalı var. Biri açıqdır, göstərim sizə. Hətta 2 dənə deyil, bir neçə dənə otaq var. Bax, belə səsdən izolyasiya olunmuş şəkildə
Burada oturup karaoke ifa edə bilərsiniz. Otağın biri də oradadır, biri buradadır. Və gedirik qabağa. Bura daha çox biraz böyüklər üçündür. Adam çoxdur bu mərtəbədə. Və bowling həvəskarları buraya gələ bilərlər. Çox gözəl, səviyyəli bir bowling var burada. Açılış saatları səhər 9-dan axşam 12-yə qədər bura çalışır. 4 dənə bilyard masası. Və böyük terasa var. Və bu hissədə doğum günləri keçirə bilərsiniz, məclislər. Baxın, hal-hazırda da Happy Birthday, yəqin ki, uşaqlardan birinin doğum günüdür. Mən isə çıxıram terasaya. Burada da masalar, oturmaq üçün. Sigaret çəkənlər burada gəlib çıxıb istirahat edə bilərlər, otura bilərlər. Delfin Game çocuk əyləncə mərkəzi. Burada artıq yolun kənarında uzaqdan görsənir. Hər yerdə yazılar var. Alanium alış-veriş mərkəzi qabaqdadır. Mahmudlar bu tərəfdə qalır. Mahmudlardan gəldiyiniz zaman sağdadır. Belə əziz dostlar, bununla da Alanya'da yerləşən Delfin uşaq əyləncə mərkəzində olan videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşənədək. Sağ olun, var olun.